sən 23 kilo neçə ay ayrıqlamısan? 2 aya? Bəli. Neçə kiloydun ki? Hardasa 120-yə yaxın çəki almışdım mən. Necə ayrıqladın sən elə? Mən belə deyim də, yürüyüşü çox sevirəm. Aha, yürüşlə. Bəli, yox, tək yürüyüş deyil. Hə. Yürüyüşü çox sevirəm və təbii ki, sağlam həyat idmanla məşğul olmaq, proqramlı şəkildə və bir də çoxlu su içmək, belə. Bəs mən eşitdim ki, sən depressiyadan ayrıqlamısan 22. Depressiyanın böyük təsiri olub. İnsan var ki, belə deyək, depressiya düşəndə daha çox yemək yeyir. Aha. Hə, amma məsəl üçün məndə həqiqətən də o böyük bir təsiri oldu ki, bir də baxdım ki, sanki hətta olurdu ki, sual verirdilər ki, məni görən insanlar ki, salamatçılıqdırmı? Yəni zahiri görünüşdən Bəli, bəli, o qədər yəni arıqlamışdım. Eşitdim əməliyyat da olunmuşdu. Hə, əməliyyat da olmuşdu. Nədən əməliyyat olunmuşdu? Belə deyim də, öd götüzdürmüşdüm və müəyyən onunla bərabər başqa əməliyyatlar da vardı, onlar da onun içinə Eyni zamanda elə? 3 dənə əməliyyatı bir dəfə eləyirəm. Əsas salamatçılıqdır, bədənin sağlamdır, Çox şükür, çox şükür. Təki sağlam olaq hər zaman. Amin.